bir diplomat kimi tanıyıram və məncə o bu peşəsinə daha çox sədaqətlidir. Çünki onun özü, istəyi, məqsədi və əslində olduğu arasında zahiri bağlılıq heç bir şəraitdə özünü göstərmir. Yəni olduğu kimi görünmür heç vaxt Vəfa Quluzadə. Və ilk peşəsi şəxsşünas olsa da, son peşəsi diplomatdır və o bu peşəsinə daha çox sədaqətlidir. Bu işin professionalıdır. Heç vaxt olduğu kimi görünmür, göründüyü kimi olmur. Yəni olduğu kimi görünməyi həmişə təklif olunmuş vəziyyətdə görünməkdən daha üstün bilir. Ancaq sadədir, zəhmətkeşdir, enerjisi boldur. Müstəqil politoloq kimi bugün var gücü ilə işləyir. Yəqin ki, çox güman ki, şəxsi həyatı haqqında onun heç kim heç nə bilmir. Əsas məsələ isə onun özünü tanımaqdır və biz bugün buna cəhd göstərəcəyik və müdriklər demişkən, ya olduğun kimi görün, ya göründüyün kimi ol. Bir gün deməli Rabinoviçin bir tutuquşusu oldu. Rabinoviç də həyatdan narazı, Sovet hökuməti Yahudilərə özünüz bilirsiniz necə münasibət bəsləyir, gündə Sovet hökumətini söyür. Bir gün tutuquşu bunları əzbər öyrəndən sonra başlayır qışqıra-qışqıra Sovet hökumətini söyməyə. Rabinoviç qorxuya düşür, Buşa başlayır yalvarmağa ki, eləmə belə bilirsən bizi Sibirə göndərərlər. Sibirə göndərərlər. Quş da baxmır. İndi qonşular eşidəndə deməli gedib KGB-yə xəbər verirlər ki, Rabinoviçin evində Sovet hökumətini quşu var, söyür. Üstündən 10 dəqiqə keçməmiş qapı bərk döyülür. Rabinoviç başa düşür ki, KGB gəlib, neynəsin, quşu neynəsin? Götürür tələsik quşu, deməli, xaladilnikə qoyur, soyuducuya qoyur, qapısını da bağlayır. KGB gəlir, otaqda axtarır, şaparır, deyər, əşinlər quşla, mənim quşum zadım yoxdur, heç bir şey yoxdur. Onlar da baxırlar, quşu tapmayıb, çıxıb gedirlər. Rabinoviç cünub xaladilnikin qapısını açanda görür ki, tutuquşu tam buzun içində donub, titrəyə-titrəyə deyir, Slava KPSS. O da ondan sonra onu üstüb deyir ki, bura bax deyir, indi gördün ki, Sibir nədir? Yəni, xaladilnikdə o Sibirin nə olduğunu başa düşübdür. Vəfa Quluzadə çox maraqlı həyat yolu keçmiş, bəlkə də dünyanın hər yerinə bələd olan bir insanın insan, həyat, dünya və siyasət barədə necə düşünür? Onun düşüncələrini qəbul edib etməmək yox, onunla mütləq hesablaşmalıyıq. Çünki o həqiqətdən danışır. Bu həqiqətlər artıq bildiyimiz, qəbul etdiyimiz həqiqətlər olsa da belə. Sovet dövründə istefaya çıxmaq mümkün olmayan bir şeydir, bilirsiniz. Çünki istefaya çıxan adamı partiyadan çıxardırdılar. Ondan sonra özü də işsiz qalırdı. Bütün yaxın qohum əqrabası da işsiz qalırdı. Dost aşnası da ona salam verməkdən belə, məsələn, qorxurdular və çəkinirdilər. Bu, Rus dilində buna apala deyirlər. Mənim yadımdadır, mən bir dəfə qısa müddət apalaya düşmüşdüm. Mərkəzi komitədə şöbə müdiri işləyən bir zamandır. İstəyirsiniz bunu danışım sizə. Deməli, bir tədbirdə, tədbirin deməli, məsuliyyəti mənim üzərimdə idi, lakin tək mənim üzərimdə deyildi. Bu, böyük ölkə səviyyəsində keçirilən bir tədbir idi. O tədbirə bütün ölkədən küllü miqdarda qonaqlar çağırılmışdır. Və bura bütün deməli, birinci katibdən, onda hörmətli Heydər Əliyev birinci katib idi. Ondan sonraki şəhər komitəsi, raykomlar və s. və s. Mən də mədəniyyət şöbəsinin müdiri kimi buna cavabda idim. Orada belə bir epizod oldu, gözəl təşkil olundu bu tədbir və çox əla da keçdi. Lakin bir dənə nöqsanı oldu. Nöqsan da nədən ibarət idi? Zala lazımı qədər, məsələn, adam çağırılmışdı. Özünüz bilirsiniz, raykomlar, qarkomlar bunu hamısını təşkil etmişdilər. Mən də bu rezervi nəzərdə tutmağı tapşırmışdım qarkoma. Onlar da mənə demişlər ki, ehtiyac olmayacaq. Hər adam gəlib yerini tutacaqdır. Mənim sözümə baxmamışdılar. Pererivdə, məsələn, cəmaat toplaşdı, hər şey gözəl, prezidiumda bütün mərkəzi komitə oturubdur və s. və s. Lakin Pererivdən sonra birinci katibin çıxışı olmalıdır.
Moskvadan gələn qonaqlar onda Lenin sarayı deyirlər. Buna indi Respublika sarayıdır. Bufetdə tökülən qara, qırmızı ikra, kanyaklar, şərablar və s. bunları görən bir qrup Rus yazıcısı dedi ki, biz bu peririvdən sonra deməli zala daxil olmayacağıq. Oturub yeyib içirlər. Görmədikləri günə düşürlər. Qarkomun işçiləri, raykomun işçiləri, mən də deyirəm ki, birinci kətib çıxış eləyəcək. Deyir, nə olsun ki? Bu siyasi çıxışdır. Biz isə ədəbiyyatçıyıq. Biz ədəbiyyat hissəsinə gedəcəyik. Onda belə tədbirin adı da Drujba Narodov, Drujba Literaturu idi. Bunlar getmədilər, zalda bir 30 yer boş qaldı. Sözsüz ki, bundan sonra mən şiddətli surətdə partiya Mərkəzi Komitənin bürosunda tənqid olundum. Ondan sonra geniş aktivində tənqid olundum ki, pis təşkil olunmuşdur, iş ya nə bilim, nə olmuşdur və s. və s. Bu tənqiddən sonra mən fikir verdim ki, mən sabahsı gün bizim Mərkəzi Komitənin yeməkxanasına gedəndə mənim stolumun ətrafında həmişə bir 5-6 nəfər şöbə müdirləri oturardı və s. Heç birisi yoxdur. Onlar mənim stolumun arxasına oturmağa qorxublar. Yəni deyiblər ki, bunun kitabı bağlanıbdır. Bununla dostluq üstündə sonra biz də suçlanarıq. Məsələn, küçəylə gedəndə məni görən adam küçənin o biri tərəfinə çəkilirdi. Lap 37-ci illərdəki. Lap 37-ci illərdəki kimi bu hadisə 1900 təxminən bir 80-ci ilin məsələn əhvalatıdır. Amma sonra necə oldu? O həmin adamlarla yenə mən sizə bunu danışım da, çox maraqlıdır. Məsələ ondadır ki, sözsüz ki, Heydər Əliyevin mənə iradı yalnız bu texniki səbəbdən idi. Münasibəti mənə dəyişməmişdi. Üstündən 3 ay keçdi, yay mövsümü yaxınlaşdı və onda deməli pambığa birinci katib gedirdi, özü ilə də bir qrup ziyalı aparırdı. Onda göstəriş verdi ki, qəzetlərə kimin adını, bu da hamısı reglamentlə olurdu. Ki, məsələn, Heydər Əliyev səfərə gedir, onu müşayiət edənlər filan kəsdir. Müşayiət edən Vəfa Quluzadə idi, məsələn, başqa. Sabah bu qəzetlərdən çıxan kimi gəlib gördüm ki, stolumun ətrafında hamı gəlir, biri çiynimə vurur, biri qoluma girir. Bilirsiniz, o zamanki məsələn bizim apala nə olduğunu məsələn bir çox hadisələrdə bildim. Mən bunu öz üstümdə bax bu cür xırda bir şeydə gördüm. Yəni sonra siz həmin adamlarla yenidən oturub bilirsiniz, mən onların işə görə yenidən oturub dururdum. Amma ki onların məsələn insani dəyərlərində məndə böyük sözsüz ki şübhə oyandı. Ondan başqa bu o zamanənin bilirsinizmi qaydası idi. Çox belə qəddar bir zamanı idi. Və o qəddar zamanənin bu bir məsələn işarələrindən birisi idi. Çox maraqlıdır ki, Heydər Əliyevin bütün deməli bioqrafiyası uğur olubdur, müvəffəqiyyət olubdur. Amma bildiyimiz kimi Moskvada Qarbaçov gələndən sonra onun özü də apalaya düşübdür. Və onu qucaqlayan nəinki Moskvalılar, hətta məsələn Azərbaycanda onun yetişdirdikləri, ondan sonraki böyük vəzifələr verdiyi adamlar birdən-birə ondan üz döndərdilər. Dönük çıxdılar, tək qaldı. Mənim yadımdadır, mən onu onda xəstəxanada ziyarət edəndə, mən ziyarət etmişdim böyle. Soruşdum ki, kim sizi ziyarət edir? Baş nazir, heç birisi. Yəni bu o qəddar zamanənin qəddar əlamətləri idi. Siz bence bəlkə də düz deyirsiniz. Qəddar zamanə böyük səbəb qəddar zamanədir. Amma mən biraz zamandan çəkmək istərdim. Mən daha çox insanların üstünə gəlmək çıxmaq istərdim. Çünki zaman zamandır. Zaman heç vaxt insanla dost olmur. Amma insan insanla dost olmağa borcludur. Yəni insan sədaqətini saxlamalıdır. Zaman müxtəlif zamanların üstünə yıxmaq düzgün deyil bu günahları. Gəlin elə həmin o illərə yəni qayıtmışkən orada da qalaq. Sizin mədəniyyət şöbəsinin müdiri işlədiyiniz vaxtlar səhv eləmirəmsə. Həmin illərdə çox qadağan olunmuş mədəniyyət işçilərinə sizin yaşıl işıq yandırmağınız, yəni bax bu xatirə bu yadıma düşdü mənim. Yəni kimlərə kömək eləmisiniz? Kimləri bax bayaq dediyimiz o qəddar zamanənin o qəddar ət maşınının ağzından qopardıb çıxartmısınız? Bilirsiniz, məsələ ondan ibarətdir ki, məsələn mən təbiətimdən mən hesab edirəm ki, müsbət impulslu bir şəxsiyyətəm. Ona görə məsələn mən o cür yüksək vəzifədə işləyərək bir insanın bir marağına toxunmamışam. Əksinə o zamanda məsələn bizim məşhur yazıçılarımız, müğənnilərimiz və s. onların həyatlarında müxtəlif hadisələr olubdur. Mən də çox şadam ki, indi o zamanədən nə qədər vaxt keçibdir, mən onun hamısında müsbət rol oynamışam. Yadımdadır bizim sevimli müğənni Xuraman Qasımova. Gənc bir müğənni idi, təzə başlayan bir müğənni idi.
Mərkəzi komitənin deməli xaricə getmək onda bir siyasəti var idi. Bunun adı pozuldu. Müğənni mənə şikayət etdi ki, mənə haqsızlıq edilir. Mən istədim ona kömək edeyim. Müraciət etdim, səbəbi nədir? Dedilər ki, bu KGB tərəfindən qadağan olunubdur. KGB-də onun haqqında material var. Təəccüb etdim ki, bu cavan qız haqqında nə material ola bilər? Tələb etdim ki, materialı gətirsinlər mənim yanıma. Mənim haqqım var idi, Mərkəzi Komitənin şöbə müdiri idim, bəli. Baxdım, gördüm ki, cüz'i bir özü də böhtan xarakterli, orada bir danosdur. Heç bir şey yoxdur. Müraciət etdim ondakı KGB-nin sədri hörmətli Ziya Yusufzadə. Dedim, axı bu insafsızlıq olardı bu qızı buraxmamaq. Və çox şadam ki, onda Ziya Yusufzadə mənim deməli rəyimlə razılaşdı. Lakin bütün məsuliyyət mənim üzərimə qoyuldu. Dedi ki, bu şəxs əgər xaricə getsə, orada qalsa, məsuliyyət sənindir, onu bil. Yəni bu təhlükə olurdu da həmişə. Bəli, əgər o gedib, məsələn, o incikdir. Onu buraxmayıblar. Bir neçə mərhələdə incidiblər və ona görə məsələn onun məsuliyyətini mən boynuma götürdüm. Xuraman Qasımova Yunanistana getdi. Yunanistandan beynəlxalq konkursdan Grand Prix ilə qayıtdı. Məsələn, Rustam İbrahimbəyov bizim məşhur deməli kino sənətində yazışı kimi də, dramaturq kimi də bugün Oskar mükafatı laureatı. Bugün də Oskar mükafatı laureatıdır, bəli. Onun bir dənə maraqlı piyesi var idi. Piyesin adı Kaliforniyada dəfn. Simvollarla deməli bəzənmiş bu Kaliforniya əhvalatı bizim həqiqətlərlə səsləşirdi. O vaxtı Vaqif Hüseynov, Qarkomun birinci katibi, o dəqiqə bunu başa düşdü. Və sözsüz ki, məlumat verdi ki, burada problemlər var. Bu piyes, məsələn, indiki intizama qarşıdır və hətta böyük şəxsiyyətlərin də orada karikaturası var. Yəni Ezop dilini başa düşdü. O Ezop dilini başa düşdü və Ezop dili də orada bilirsiniz, çox dolaşıq idi. Onu hər adam başa düşə bilməzdi. Yalnız bu problemləri bilən, intellektual adam, yəni adi tamaşaçı bunu heç vaxt başa düşə bilməzdi. Ondan sonra mən o piyesə baxmışdım. Məni Mərkəzi Komitənin katibi çağırdı ki, piyesə baxmısanmı? Mən bilirdim ki, mən baxmışam desəm, məni məcbur edəcək ki, mən deyim ki, piyesdə bu cür nöqsanlar var. Ondan sonra Rüstəmi bunun əsasında özü vuracaqdı. Mən dedim, baxmamışam. Bəs sən şöbə müdirisən, niyə baxmamısan? Dedim, mən bütün piyeslərə baxmaq borcum deyil ki. Bir gün baxaram. Üstündə bir gün keçməmiş, hörmətli Heydər Əliyev mənə telefon açdı. Dedi, baxmısan mı bu piyesə? Dedim, bəli, baxmışam. Nədir? Dedim, bilirsiniz, orada olan məsələlər o cür qəliz simvollara bəzənib ki, heç bir tamaşaçı oradan heç bir şeyi anlayıb, yaxud nizam-intizama qarşı, Sovet hökumətinə qarşı başa düşməyəcək. Amma əgər biz onu qadağan eləsək bu dəqiqə, sözsüz ki, bu bir yandan böyük, deməli, talantlı bir yazıçıya bir mənəvi zərbə olacaqdır. Ondan sonra da hamının ağzında bu başlayacaqdır bir saqqız olmağa, hamı burada problem axtaracaq. Qadağan olunmuş meyvələrdə də olur. Bəli. Yeməyə ilgisi olacaq. Mən çox şadam ki, həmişə belə məsələlərdə o vaxtı prezident onda birinci katibi olan Heydər Əliyev düzgün mövqelər tuturdu və mənlə tamamilə razılaşdı. Məsələn, Rustam İbrahimbəyovun onda bu piyesinə toxunulmadı. Əhvalatlar çoxdur. Əkrəm Əhlislini Nevoyezno etmişdilər. Partiya biletini itirmişdi. Danos var idi ki, bu partiya biletini cırıb tullayıbdı. Disidentdir, türkpərəstdir. Məsələn, onu Türkiyəyə buraxdırmaq özü məsələn böyük bir şey. İnsanlar bir-birini müxtəlif xüsusiyyətləri ilə heyrətləndirir. Vəfa Quluzadə elə ilk baxışdan sezilən savadı, ziyalılığı, həddindən artıq mədəniliyi, sadəliyi, xeyirxahlığı ilə də heyrətləndirməyə bacarır. Və sənin hər dəfə artıq bildiyin, yaxud tamam ayrı istiqamətdə olduğun mövzunu yeni və artıq həddən ziyadə həqiqət olduğunu sübut edir sənə və hərdən bütün müqavimətlərinə rəğmən. Siz iki dəfə istefa ərizəsi yazmısınız. Bir Heydər Əliyev Moskvaya gedəndən sonra buradakı, belə deyək, əvvəlki sadiq nökərlərin ona dönük çıxdığı bir vaxtda və Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra, yəni bu yaxında, indiki vaxtda, yəni ki, sizin fəaliyyətinizin ən gözəl bir dövründə. Niyə? Bilirsinizmi, Heydər Əliyev Moskvaya gedəndən sonra özünüz bilirsiniz ki, Bakıda hökmranlığı ikinci katib, Rusiyadan göndərilmiş ikinci hakim edirdi, Kanavalov.
Və məsələn Heydər Əliyev güclü şəxsiyyət idi. İkinci katiblər ona bata bilmirdilər. Üstəlik də Heydər Əliyevin Brejnevlə gözəl əlaqələri, Andropovla gözəl əlaqələri məlum idi. Lakin ondan sonra gələn, deməli, birinci katib gözəl insan idi Kamran Bağırov. Mən onun haqqında gözəl sözlər deyirəm. İnsani xüsusiyyətləri çox gözəl səviyyədə idi. Lakin o CK KPSS-in və ikinci katibin təzyiqinə dözə bilmirdi. Mənim isə tarixən elə gətirmişdi ki, ikinci katiblərlə əlaqələrim çox pis idi. Heydər Əliyevin vaxtında olan ikinci katib Pugaçov bir dəfə mənə təklif etdi ki, sən gəl, bu Rus dram teatrında texniki bir işçi idi. Pugaçov teatra gələndə onun paltosunu tutardı. Ona Azərbaycanın əməkdar incəsənət xadimi adını ver. Siyahıya sal. Mən imtina etdim. Başa saldım ki, əgər biz bunu etsək, deməli biz Anarı, Rüstəm İbrahimbəyəvi, Maqsud İbrahimbəyəvi devalvasiya edərik, ona bərabər edərik. Mənə cavabı bu oldu ki, sən millətçisən. Əgər sən mənim dediyimi yerinə yetirmirsən, mən Mərkəzi Komitəsinin bürosuna sənin haqqında rəsmi bir məktub göndərirəm. Çox gözəl ittihamdır. Gözəl ittihamdır. Mən bunun aqibətini gözəl başa düşdüm. Sözümdən də çəkinmək istəmirdim. Onda o dəqiqə birbaşa telefonla birinci katibə zəng vurdum, hörmətli Heydər Əliyevə. Dedim, vəziyyət belədir. Nə edim? O da çox ağıllı bir məsləhət gördü. Dedi, sən get Rus dram teatrından bir uzun müddət işləmiş texniki bir işçini tap. Ona biz Azərbaycanın mədəniyyət işçisi adını verək, siyahıda qoyun, Rus familiyası getsin. Mən də getdim 1924-cü ildən Rus dram teatrında işləyən bir Partnixo var idi. Onun adını siyahıya saldım. Pugaçov mənim haqqımda güclü şikayət edəndən sonra Heydər Əliyev onun ağzından vurdu. Dedi ki, siyahıda Rus da var, Azərbaycanlı da var. Sənin ittihamların yersizdir. O gündən sonra mənimlə qanlı düşmən oldu, mənlə salamlaşmırdı. Lakin Heydər Əliyevin vaxtında onun əli bağlı idi. Sonra Kanavalov gəldi, Kamran Bağırovun vaxtında. Onda vəziyyət dəyişmişdi. 95-ci ildən sonra Qarbaçov Heydər Əliyevin əleyhinə kampaniya aparırdı. Göstəriş vermişdi Kanavalova, Mərkəzi Komitəyə və keçmiş, deməli, yaltaqlar indi Heydər Əliyevə kompromat yığmağa başlamışdılar. Küllü miqdarda kompromat və s. Hamısı Kanavalovun başına dolanırdı. Mən bunu etmirdim. Kamran Bağırovun da mənə münasibəti şəxsən yaxşı idi. 2 illik, 2-də biz bir yerdə olanda mənə heç bir irad tutmurdu. Amma Kanavalovun xoşuna gəlmək üçün o müxtəlif iclaslarda birdən yersiz mənimlə göbut rəftar etməyə başladı. Bəli. Mən də Moskvada Xarici İşlər Nazirliyində mənim gözəl əlaqələrim ömürlük qalmışdır. Mən hesab edirəm, indi də qalıbdır, baxmayaraq mənim mövqelərimə. Mən müraciət etdim ki, mənə bir yer tapın, mən buradan getmək istəyirəm. Yer tapılandan sonra mən Kamran Bağırovun yanına gəldim. Bir söz demədən dedim ki, mən diplomatam, yenə də diplomatik işimə qayıtmaq istəyirdim. Dedi, çox gözəl iş görürsən. Sözsüz ki, mənə Əlcəzairə getmək çox ağır idi. Mənim ailəm, məsələn, hazır deyildi Əlcəzairə getmək. Mən məcbur oldum qızımı Azərbaycanda qoyum. 17 yaşlı qızımı xəstə anamla burada qoymalı oldum. Ondan sonra yoldaşımın ürəyi bir yandan qızımın yanında idi. Məsələn, uşaqla, o diplomat arvadı kimi mənim həmişə möhkəm arxam olubdu. Yəni, mən onu sürgün hesab edirəm. Biz o sürgünə getdik. Ailə parçalanmış vəziyyətində və s. Mən çox xoşbəxtəm ki, yanvar hadisələrində mən, məsələn, gəlib Mərkəzi Komitənin üzvü kimi burada olmamışım. Çünki mənim ürəyim partlayardı ona məsuliyyət daşımağa. Çox ağır bir cinayət olubdur və mən hesab edirəm ki, ondakı Mərkəzi Komitə sözsüz ki, mənəvi cəhətdən buna məsuliyyət daşıyır. Buna əleyhinə çıxmadığına görə. Siz ikinci ərizəni yazdınız. Yəni o birinci ərizədən istefa qoymayaq, amma hər halda siz getdiniz. Bəli. Özünüz getdiniz. Bəli, özüm getdim, diplomatik işə getdim. Və artıq Heydər Əliyevin hakimiyyətdə olanda, yəni indiki bir vaxtda ki, Heydər Əliyev hakimiyyətdə də yenə də getdiniz. Mən 7 il olduqca, deməli 93-dən 99-a qədər mən hesab edirəm ki, olduqca səmərəli işləmişim. Bu 7 ildə mən bir, nə cür deyim, siyasi fiqura kimi formalaşmışam. Məni rəyimlə, məsələn, qərbdə də hesablaşırlar, şərqdə də hesablaşırlar, reytingim yüksəkdir. Ələxsus mənim reytingim öz ölkəmdə lazımı qədər yüksəkdir və mən başa düşdüm ki, mən, məsələn, müstəqil bir politoloq kimi bundan da artıq və bundan da effektli xidmət edə bilərəm. Çünki komandanın üzvü olmaq o deməkdir ki, sənin əl-ayağın
deməli bağlıdır. Sən komandanın apardığı yalnız xətlə gedə bilərsən. Mənim indiki vəziyyətimdə məsələn, mən bütün bu Azərbaycanın təhlükələri barəsində daha açıq, daha aydın danışa bilərəm. Və həqiqətən də siz gündə qəzetlərdə məsələn bunu oxuyursunuz. Yəni bu komandanın üzvü olan vaxtda mümkün değildi. Bəli. Komandanın üzvü olan vaxtda bunları söyləmək mümkün değildi. Bilirsinizmi, hər komandanın üzvü sözsüz ki, necə Sovet vaxtında idi, elə indi də elədir. Bu hər dövlətdə də belədir. Məsələn, müəyyən xətlə getməlidir. Məsələn, mən çox şadam ki, mən bu dövrdə Xarici İşlər Naziri olmamışam. Çünki Xarici İşlər Naziri kimi mənim verdiyim bəyanatlar mümkün değildi. Siyasət və hakimiyyət həmişə güclü adamların istəyi ilə qurulub, güclü adamların istəyi ilə dəyişilir. Yəni siz də sözsüz bu siyasət və diplomatiyada ən görünən maraqlı adamlardan birisiniz. Və sizin istəyinizlə, yəni Azərbaycanın taleyində nə dəyişdi? Nəyi dəyişə bildiniz? Mən çox gözəl bir sualdır. Mən həmişə məsələn bir şeyə şadlanıram ki, mənim öz rəylərimi artıq mən birincisi sadə adamların dilindən eşidirəm. Məsələn, bu yaxınlarda BBC küçədə bir evdar qadından müsahibə alıbdır. Siz bu Dağlıq Qarabağ münaqişəsi barəsində nə düşünürsünüz? O da cavab verib, nə düşünəcəyim? Rusiya gəlib Ermənistanla bizim torpaqları işğal edəndən sonra biz onu indi necə gedək? Məsələn, azad edək. O bilir ki, indi bu nədir? Bilirsiniz, cəmiyyətimizdə böyük xof var idi. İndiyə qədər də bir çox dairələrdə o var. Rusiya barəsində danışma, o barədə danışma, gələr, düşər düşməzi olar, kimsə narazı olar. Məni dəfələrlə, məsələn, xəbərdar ediblər ki, sən neymişsən? Mən, məsələn, Sovet İttifaqını mən də şər imperiyası kimi başa düşürəm. Mən heç də o adamlardan deyirəm ki, məsələn, birisi var, məsələn, fəxr eləyir ki, mən, məsələn, Komünist Partiyasında mən fəxr eləmirəm onu. Həyatımızın, məsələn, çıxılmaz bir yeri idi, bir vəziyyət idi, Sovet İttifaqı imperiya idi. Ya gərək əməkdaşlıq edəydin, ya da ki, gərək məhv olub çıxıb gedəydin. Bütün cəmiyyət Sovetlərlə əməkdaşlıq edib, mən də əməkdaşlıq etmişəm. Lakin mən bu əməkdaşlığı mənim xalqımın oğulları üçün, məsələn, bir xidmət kimi qiymətləndirə bilərəm. Yalnız bu əməllərə görə. Keçirdiyim orada böyük dəbdəbəli təntənələrə görə yox. Mən də biləm, drujba narodov, drujba literatur, belə tamamilə, bilirsinizmi, belə qondarma bir mövzu və yaxud onda böyük bir konferans keçirilmişdi. İnternasionalnaya vaspitaniya, məsələn, belə bir. Mən bunu özüm üçün heç vaxtı bir, məsələn, necə deyirlər, əldə etdiyim bir nailiyyət kimi qiymətləndirmirəm. Misirdə işlədiyiniz vaxtı bir Sovet SSR dövlətinin nümayəndəsi kimi işləmisiniz sözsüz ki. Bəli. Və sizin Amerikaya qarşı olan münasibətiniz mənə çox maraqlı idi. Yəni qısa sözlə desək, məndəki informasiya görə belədir ki, siz o zamanlar öz iradənizə rəğmən və yaxud əleyhinə Amerikanın siyasətinə və ümumiyyətlə Amerikanlılara qarşı, yəni onların əleyhinə idiniz. Bilirsiniz, mən zarafatla bir dəfə, mənim indi məsələn Amerikadan da çox dostlarım var, İsraildən də çox dostlarım var. Yəni üzr istəyirəm, amma indi əksinə siz daha çox Amerika pərəst sayılırsınız. Bilirəm. Mən indi məsələn o dostlarımla görüşəndə mən deyirdim, siz bilirsinizmi ki, mən barrikadanın o tərəfindeydim və sizin əleyhinizə mübarizə aparırdım. Bu həqiqətən də belə idi. Misir məsələn o vaxtı Sovet İttifaqının ən mühüm bir nöqtələrindən birisi idi Sovet İttifaqı üçün. Və oradan Sovet-Amerika konfrontasiya xətti keçirdi. Sovetlər çox qəribədir ki, məsələn, bu Ərəb-İsrail konfliktinin indiki Qarabağ konflikti ilə oxşarlığı var. O vaxtı Sovet İttifaqının siyasəti nədən ibarət idi? Yaxın Şərqdə olan bu konflikti nə qədər mümkündürsə uzatsın. Həll tapılmasın. Ona görə ki, bu konfliktin uzanmasından Sovet İttifaqı istifadə edirdi və bu Yaxın Şərqdə öz mövqelərini gün-gündən möhkəmləndirirdi. Ərəb ölkələrinə silah verərək, Ərəb ölkələri ilə müxtəlif deməli ticarət əlaqələrini gücləndirərək və s. Mən Amerikanın da, İsrailin də əleyhinə döyüşdə orada aktiv surətdə iştirak edirdim. Sizin indi yəni bu Amerika pərəst olmağınız fikrinizə tez dəyişməyinizi dəlalət edə bilər, yoxsa ideologiya mənim həmişə mən Sovet dövrünü qəbul edirdim və heç vaxt Sovet hökumətinə qarşı müqavimət barəsində düşünmək də ağlıma gəlməzdi.
Bizə elə gəlirdi hamımıza ki, bu əbədilik bir imperiyadır, əbədilik bir dövlətdir və əbədi olaraq dünya iki düşərgəyə bölünmüş qalacaqdır. Sovet İttifaqına qalib gələn qüvvə yoxdur. Ona görə, məsələn, mənim ürəyimdə, daxildə uşaqlıqdan gördüyüm tərbiyəyə görə. Tərbiyə də nədən ibarət idi? Bizim nəslimiz Sovetlər tərəfindən güclü repressiyalara məruz qalmışdır. Öləni ölmüşdür, Sibirdə çürüyənlər çürümüşdür, qalanları Türkiyəyə qaçmışdır. Bu daima mənim ürəyimdə idi, mən bunu bilirdim. Günahkarların kim olduqlarını da bilirdim. Amma birincisi bu rejimdən qorxurdum, ikincisi bu rejimə xidmət etməkdən qaçmaq mümkün değildi, mən də xidmət edirdim. Məsələn, Misirdəki müharibə əhvalatlarına görə Sovet İttifaqının səfiri Vladimir Vinogradov və səfirliyin onda şurası məni ordena təqdim etdi, Xarici İşlər Nazirliyinə. Bəli. Lakin Xarici İşlər Nazirliyində Qafqaz mənşəli şəxs olduğuma görə onlar yalnız mənə Xarici İşlər Nazirliyində təşəkkür elan etməklə kifayətləndilər. Yəni demək istəyirəm ki, mən həqiqətən də işləyirdim, güclü işləyirdim və heç vaxt məsələn düşünməzdim ki, Sovet İttifaqı çökəcəkdir və Azərbaycanın milli maraqları Amerika ilə bir olacaqdır. Mən Amerikanı, necə deyirlər, qara qaşına, qara gözünə görə sevmirəm. Mən Amerikaya bizim xalq üçün xilas mənbəyi kimi baxıram. Yəni Amerika ilə bir olmaq Azərbaycan xalqını bu cür çətin qonşuluqdan xilas edə bilər. Ona görə mən tam, məsələn, demokratiyanın Azərbaycanda bərqərar olmasının tərəfdarıyam. O olmasa bizim xalq uzun müddət çətin həyat yaşayacaq və təhlükələrə məruz qalacaq. Hətta siz də həmin illərdə baxmayaraq ki, ən aparıcı, ən üzdə, ən məsuliyyətli yəni vəzifələrdən birini daşıyan adam idiniz. Hətta sizə qarşı da müəyyən təzyiqlər var idi. Heç olmasa bir ona görə ki, Qafqaz mənşəli adam idiniz. Amma nə vaxtsa yəni bu Sovetin Azərbaycana qarşı, SSR-nin daha doğrusu məhz Azərbaycana və Azərbaycanlılara, Qafqazlılara götürək, bu təzyiqinə, bax bu cür münasibətinə görə siz dediniz axı sizin qohumlarınızın çoxusu artıq bu ölkədə yaşamırlar və yaşamayıblar. Nə vaxtsa buradan çıxıb getmək, xilas olmaq istəmirsinizmi? Mən sizə çox, necə deyirlər, konfidensial surətdə bütün bizim tamaşaçılara da indi o sirri açıram. Mən həmişə cibimdə Türkiyədə yaşayan qohumların siyahısını gəzdirirdim. Onu mənə rəhmətlik anam tapşırmışdı ki, birdən çətin vəziyyətə düşərsən. Birdən çıxılmaz vəziyyət düşərsən, bil ki, sənin orada qohum əqraban var. Mən də bunu heç vaxtı, məsələn, bu barədə düşünməmişdim. Mən bilirdim ki, o tərəfə keçmək, buradakıları girov qoymaqdır. Buradakı qohum əqrabam əziləcəkdir. Ona görə, məsələn, ağlımdan belə hərdən fikir keçsə də onu uzaqlaşdırırdım. Lakin 1990-cı ildə Sovetlər ki, Bakıya qoşun göndərdilər və burada vəhşiliklər törətdilər. Günahsız insanların qanlarını axıtdılar. Bilirsiniz, mən bunu özümə şəxsi təcavüz, şəxsi təhqir kimi qəbul etdim. Və o dəqiqədən mən hesab edirəm ki, mən Sovet İttifaqına xidmət etməyi dayandırdım. Mən onda birincisi Türkiyə səfirliyinə müraciət etdim. Türkiyə səfirliyinə müraciət etdim, qohum əqrabamın siyahısını qoydum stollarının üstünə ki, mənə inansınlar. Mən provokator zat deyiləm. Siz o vaxt Əlcəzairdə idiniz. Mən orada Əlcəzairdə idim. Əlcəzairdəki Türkiyənin səfiri də Ömər Ersun idi. İndi Amerikanın Kanadadakı səfiridir. Və Minsk qrupunda biz onu ilə birgə çox çalışmışıq istiqlaliyyətdən sonra. Bəli, mən ona izah etdim ki, məsələ bundan ibarətdir. Mən istəyərdim ki, mənə imkan yaradasınız. Mən çıxım televiziyada xalqımı dəstəkləyim və Qarbaçovu ifşa edim. Sonra mənim qohumlarım Türkiyədə danışdı. Dedilər ki, biz çox təəccüb etdik. Bizim hamımız Türkiyənin kəşfiyyat orqanları tərəfindən dindirildik. Yəni sizin belə qohumunuz varmı? Vəfa Quluzadə və s. və s. Onlar da bilirdilər ki, mən varam. Çünki Mirvarid Dilbazi məşhur şairədir. Onlar onun və qohumlarını onun vasitəsilə məsələn bilirdilər. Bəli, lakin onda Türkiyə bu addıma cəsarət etmədi. Çünki Qarbaçovun o vaxt Amerika güclü surətdə dəstəkləyirdi. Ona görə məsələn Türkiyə mənə onda dəstək vermədi. Mən Əlcəzair hökumətinə müraciət etdim. Əlcəzair hökumətinin də cavabı belə oldu ki, biz Sovetlərdən asılıyıq. Bizim bütün hərbi texnikamız və özün bilirsən, amma Əlcəzairlilərdə Azərbaycana qarşı böyük bir məhəbbət var idi. İndi də var. Müsəlman ölkəsidir. Bilirlər ki, biz əzilmiş müsəlman qardaşlarıyıq. Ona görə bəs təhqir olunmuş. Ona görə onlar başqa bir yol tutdular. Onlar mənə imkan yaratdılar ki, mən onların
propaganda şöbəsinin, partiyanın propaganda şöbəsinin imkanlarından istifadə edim. Adım olmadan Əlcəzair mətbuatında küllü miqdarda antisovet materiallar çap etdim. Və siz də? Bəli. Və siz də? Mən də bunu çap elətdirdim. Və sözsüz ki, Moskvada şübhələndilər. Amma şübhələrini təsdiq edə bilmədilər. Edə bilmədilər. KGB-dən telegram gəlmişdir, mənim də xəbərim var idi. Ki, xahiş edirik, izah edin. Nə cür oldu ki, biz Əfqanistana müdaxilə edəndə Əlcəzair susurdu. Amma indi bu bizim evimizin içidir, öz daxili problemimizdir. Biz Azərbaycanda bu aksiyanı keçirəndə niyə görə Əlcəzairdə belə sərt reaksiya oldu? Mən demək istəyərdim ki, məsələn, mən şəxsən Əlcəzair hökumətinə və Əlcəzair xalqına çox minnətdaram. Əlcəzair dünyada yeganə ölkə oldu ki, onların deməli rəhbər partiyaları Sovetlərin bu aksiyasını politbürolarının qərarı ilə pislədi. Niyəsə o çox sınaqdan çox uğurla çıxıb həmişə. Doğmalar və yadlar arasında eyni mövqeni tutmaq və belə də qalmaq hər siyasətçinin və diplomatın işi deyil. Siz 3 prezidentin hakimiyyətində eyni vəzifədə olmusunuz, müşavir olmusunuz 3 prezidentin üçünün də. Və mənə çox maraqlıdır ki, siz bu 3 prezidentin haqqında və yaxud o 3 prezidentin 3-ü sizin haqqınızda hansı fikirdə olub və yaxud da sizin onların haqqında eyni fikirdəsiniz? Bilirsinizmi, mən heç vaxtı bizim deməli işlədiyim 3 prezident haqqında hökm sürmək istəməzdim. Bilirsinizmi niyə görə? Mən hesab edirəm ki, prezidentlərə hökmü tarix verir və prezidentin hökmlərini xalq və tarix oxuyur. Mən özümü sadə bir insan sayıram və ona görə də məsələn prezidentlərin özlərinə qiymət verməkdən çəkinirəm və hesab edirəm ki, buna ehtiyac da yoxdur. Çünki 3 prezidentin 3-ü də məsələn bizim xalq tərəfindən məsələn qiymətləndirilibdir və mən də xalqın verdiyi qiymətlə deməli olar ki, razıyam. Yəni mən şəxsən məsələn hansı xüsusiyyətləri müzakirə etməkdənsə çəkinərdim və hətta mən memuar yazmaq fikrindən də indi bir qədər uzağım. İndi. Bilirsinizmi, tarix çox qəribə bir şeydir. Məsələn, götürün Rusiyanın çarı 1-ci Pyotr. İndi heç kim düşünmür ki, o Rusiyada ən çox nifrət edilən bir şəxsiyyət idi. Qəddar idi. Vaxtilə. Bəli, qəddar idi. Sankt-Peterburqu Rus deməli krepasnoylarının sümükləri üzərində tikmiş bir adam idi. Rus donanmasını sümüklər üzərində tikmiş bir donanma idi. Deyirdilər Samadur idi. Pozğun idi. Əxlaqsız idi. Məsələn, işçiləri, onun yaxınları Pyotr bir quberniyaya gələndə öz qızlarını, arvadlarını gizlədirdilər. Çünki hansı Pyotrun xoşuna getsəydi, gərək o gecə onu ilə yataydı. İçirdi, döyürdü adamları. Yəni bu şəxsiyyət o vaxt belə xalq tərəfindən və hətta öz elita tərəfindən nifrət olunan bir adam indi olubdur Rusiyanın, necə deyirlər, ən sevimli bir çarı. Lakin bu da əbədi deyil. Niyə görə? Çünki çar Pyotr Rus imperiyasını yaradırdı. Ona görə hələlik ki, Rusiyada bu imperiya meyilləri güclüdür. O çar Pyotra hörmət var. Amma Rus imperiyası dağılandan sonra onun əsl qiyməti onda veriləcəkdir. Bəli, bu imperiya yaradıbdır. Bu imperator olubdur. Amma insan kimi, şəxsiyyət kimi, ondan sonra xalqa nə verən bir şəxsiyyət kimi, bunun qiymətini tarix başqa cür, mən tam inanıram ki, başqa cür verəcəkdir. Yəni siz də eyni ilə həmin prezidentlərimiz haqqında mən hesab edirəm ki, hər prezidentin qiymətini bizim tarix və bizim xalq verəcək. Mənə çox maraqlıdır, həmin o 3 prezidentin 3-ünün sizə münasibəti ayrı-ayrılıqda və... Mən sizə buna qısa surətdə izah edə bilərəm. Məsələn, Mütəllibov dövründə mənim çox onunla mülayim, yaxşı münasibətlərim olub. Bütün dövrü zamanı. Savadlıydım, yaxşı işləyirdim, işə yarayırdım. Lakin mən Mütəllibov komandasının üzvü olmamışam. Mütəllibov məni özü işə götürməyibdir. Mən Əlcəzairdən qayıdanda mənə çox gözəl münasibət bəsləyən hörmətli Rafik Nişanoviç Nişanov, onda parlamentin sədri idi Sovet İttifaqında, mənə təklif etdi ki, səni kimi diplomatlar Qarbaçovun komandasında olması yaxşıdır. Lakin 20 yanvardan sonra Kremldə gedib işləmək, bu mənim ağlıma, xüsusilə mənim Əlcəzairdə etdiyim hərəkətlər, onun üstü açılmamışdı onda, indi açılıbdır. Onda açılmamışdır. Mən nə cür gedib Azərbaycan xalqının, cəlladının
komandasında işləyirdim. Mənim heysiyyətimə sığmayan bir şey idi. Lakin mən Nişanovdan xahiş etdim ki, mən Azərbaycana qayıtmaq istəyirəm. Mən uzun müddət mərkəzi komitədə rəhbər işləmişəm. Sözsüz ki, yaxşı vəzifə istəyirəm. Mütəllibova bir zəng gələ ki, mənim bir vəzifə versin. Bu olubdur. Mən məsələn xalq cəbhəsi dövründə də yenə də mən cəbhəçi deyildim. Ona görə məsələn cəbhə mənə hətta vəzifə təklif edəndə Elçibəy mənə vəzifə təklif etdi, nazir vəzifəsini. Amma siz Elçibəylə bir yerdə oxumuşdunuz. Oxumaq öz yerində. Amma Yəni bir var ki, tanıyırdınız. hakimiyyətə Elçibəy gəlməmişdi. Hakimiyyətə komanda gəlmişdi. İsa Qəmbər gəlmişdi, Arif Hacıyev gəlmişdi. Onların təyin edici Pənah Hüseynov gəlmişdi. Təyin edici kadrlar bunlar idi. Onların hamısı da məni qəbul etmək istəmirdilər. İstəmirdilər. Sözsüz ki. Onlar mənə rəqib kimi baxırdılar. Özü də Elçibəy ilə mənim şəxsi dostluğum onları qıcıqlandırırdı. Bəlkə Vəfaya birdən elə bir vəzifə verər ki, biz Damaskada qalarıq. Yəni Elçibəy dövründə mənim fəaliyyətim müstəqillik idi. Elçibəy tərəfindən dəstəklənən idi, lakin bunların heç birisi ilə bir işbirliyim yox idi. İndi o ki qaldı 3-cü prezidentə. Mənim vəzifəm müşavir vəzifəsi idi və mənim vəzifəmdə deməli Heydər Əliyev qayda qanunu sevən adamdır. Yəni o mənə özü telefon açdı, dedi sənin vəzifən müşavir vəzifəsidir. Mən də səninlə müşavir kimi çalışmaq istəyərdim. Heydər Əliyevin gürultulu illəri idi. Stutkada 24 saat işlədi. Bəli, bəli. Gecə gündüz özü də çox gərgin illər idi. O illərdə neçə adam partiyadan qovuldu. Neçə adam etdiyi səhvlər üstə mən nə bilim qəzetlərdə biabır olundu. Tutulan adamlar da çox oldu. Partiya işçilərindən də çox belə adam oldu. Yəni bu şəraitdə, bu mühitdə yaşayan adam sözsüz ki, mən özümü, öz ləyaqətimi qorumaq mübarizəsində hiss edirdim. Və ona görə də mən işimi axşam saat 10-da qutarandan sonra mən gəlib, məsələn, mənə yoldaşım irad tuturdu ki, sən uşaqlarla az məşğul olursun. Uşaqların sənə böyük ehtiyacı var. Bilirsiniz, mən uşaqlarıma vaxtımı lazımı qədər bilmirdim. Mən, məsələn, istefa verdiyim gün 8 noyabr 1999-cu il. Bu mənim kiçik nəvəmin ad günü idi. Bəli, mən ondan sonra axşamı getdim onun ad gününü qeyd etməyə. Amma neçə yaşı tamam olur bilmirdim. Soruşdum ki, uşağın neçə yaşı tamam olur? Yəni beyin o qədər məsələn gərgin, siyasi, ictimai, başqa problemlərlə məşğuldur ki, məsələn bu şəxsi məsələn adam nəvələrinə lazımı. Mən indi o lazımı diqqətli məsələn çox arzu edərdim verim. Yəni artıq 21-ci əsrdə, artıq 3-cü minillikdir. Yəni nə vaxt normal insan kimi bütün dünyanın inkişaf eləmiş ölkələri səviyyəsində yaşaya biləcək sizcə nəhayət ki? Bilirsinizmi, Azərbaycanda olan bu hadisələr, yəni bir təbəqə güclü surətdə varlanır, o biri təbəqələr güclü surətdə yoxsullaşır. Bu vəhşi kapitalizmin birinci stadiyasında inkişaf idi. Bilirsiniz, biz də təəssüf ki, indi bu stadiyadayıq, bu inkişaf stadiyasındayıq. Lakin bizim bu mərhələni tez keçməyimizə gözəl imkanlar var. Çünki onda kapitalizm yarananda açar hələ məlum deyildi. Onda bu təbii, kör təbii surətdə bu proses gedirdi. İndi açar var və bizə kömək etmək istəyənlər də var. Açar Azərbaycanda demokratiyanın bərqərar olunmasıdır. Demokratiya nədir? Demokratiya dövlət aparatına parlament tərəfindən və ictimaiyyət tərəfindən nəzarət deməkdir. Güclü nəzarət. Və bu nəzarət qanunvericilik tərəfindən dəstəklənən nəzarətdir. Bu kör təbii nəzarət deyil. Məsələn, Sovet dövründə biz deyirdik ki, güya fəhlə hər şeyin məsələn yiyəsidir. Bu belə deyildi. Fəhlədən yazıq miskin adam yox idi. Bir parça çörəyi var idi, bir şey gedib işləyə bilsin. Bundan artıq yox idi. Məsələn, gərək elə hüquqşünaslıq, elə qanunvericilik olsun ki, bu qanunvericilik imkan verməsin ki, məsələn, elitalar, gələn elitalar istədiyini etsinlər. Bu qanunvericilik olmasa, bunun qabağını almaq olmaz. Bu dəqiqə, məsələn, bu cür demokratik strukturlar, institutlar yaradılmamış, kim istəyirsiz olsun iqtidarda özünü saxlaya bilməyəcək ki, əlini xalqın cibinə salmasın. Mənim Çexovun çox gözəl bir hekayəsi var idi. Orada deməli, yumoristik bir hekayə idi. Qaradavoy hesab edir ki, mən dünyada hamıdan güclüyəm. Nə istəyirsən eləyə bilərəm. Bir ziyalı onunla mübahisə etdi ki, sən hər şeyə qalib gələ bilməzsən. Dedi, de nəyə qalib gələ bilmərəm? Dedi, özün özünə qalib gələ bilməzsən. Dedi, necə? Deyir, bax, sən sabah bazarda o deməli satıcıların qabağından keçəndə
əlini atıb istədiyini oradan götürmə. Nə var ona ki? Sabah gedərəm, götürmərəm. Bir dükkanın yanından keçdi, o biri dükkanın yanından keçdi. Üçüncü dükkanda özünə güc gələ bilmədi, götürdü malları. Nəqsi qoymadı. Bəli. Mən bunu dəqiq surətdə indi yadımda deyil, cavanlıqda oxumuşam bu hekayəni. Amma zehnimdə qalıbdır. Yəni demək istəyirəm ki, əgər qanun olmasa ki, o uzanan əli kəsməsin, o əl uzanacaqdır. Diplomatiya və aktyorluq. Mənə elə gəlir ki, bu iki sənət hardasa çox oxşardılar. Çünki ikisi də əslində olduğu kimi yox, görünmək istədiyi kimidirlər. Bilirsinizmi, diplomatiya ilə siyasət çox yaxın məfhumlardır. Mən hesab edirəm ki, bəli, diplomat da, siyasətçi də müəyyən aktyorluq qabiliyyətinə malik olmalıdır. Çünki diplomat məsələn sözünü bir cür deyər, amma fikrində başqa şey nəzərdə tutar. Məsələn, diplomat vəziyyətinin gərgin olmağını gizlətmək istəyər, amma ki, yaxşı olduğunu təzahür edə bilər. Belə şeylər sözsüz ki, lazım olur. Diplomatik işdə də, xüsusilə siyasətdə. Məsələn, hər bir böyük siyasətçi eyni zamanda gözəl aktyordur. Mən bunu bilirəm. Hətta siz də. Mən özümü gözəl aktyor hesab etmirəm, çünki böyük siyasətçi deyiləm. Siz idmanla deyirsiniz, məşğul oluram. Siz yəni boksör olmuşsunuz. Bilirsiniz, bu cavanlıqda mən çox idmanlarla məşğul. Alpinizmlə mənim məsələn dərəcəm var. Bir müddət alpinizmlə məşğul olmuşam. Ondan sonraki üzməklə məşğul olmuşam, yelkənlə məşğul olmuşam. Ancaq ən çox sevdiyim növ sözsüz ki, boks olubdur. Bir neçə il məşğul olmuşam. Baxmayaraq ki, mən məsələn məndən boksçu ola bilməzdi. Mən onu sonralar başa düşdüm. Niyə? Çünki boksçular fəhlə kəndli ailəsindən olmalıdır. Niyə? Onların gərək zərbəyə, başına gələn zərbəyə dözümü çox olsun, fiziki qüvvəti çox olsun və deməli dözümlülüyü çox olsun. Yəni zərbələri yığa bilsin. Bəli, bəli. Mən məsələn bu deyirlər gənclikdən kişi kateqoriyasında keçmə dövründə mən başa düşdüm ki, mən bu zərbələri dözə bilmirəm. Bilirsinizmi? Çox ağır idi. Mən ondan da başa düşdüm ki, bəli, məsələn, ziyalı heç vaxt gedib boksçu ola bilməz. Necə ki, boksçu üçün də ziyalı olmaq çox çətindir. Ancaq bu çox gözəl idman növüdür. Niyə görə? Xüsusilə siyasətçi üçün. Çox oxşar cəhətlər var. Orada taktikası və strategiyası, siyasətlə məsələn, mən onu çox əlaqələndirirəm. Bir dəfə mən bunun haqqında bir balaca esse də yazmışdım, qəzetdə çıxmışdı. Məsələn, boksçu ilə siyasətçini nə birləşdirir? Boksçu ringdə fəaliyyət göstərir. Ringin ətrafında dost aşnaları oturub da ona heç bir kömək əli uzada bilmir. O gərək özü qalib gəlsin. Yəni siyasətçinin gərək özünün dəyəri olmadan ona qıraqdan nə qədər kömək edirsənsə, o siyasətçi qalib gələ bilməz. Amma fərqli cəhət odur ki, siyasətdə qadağan olunmuş zərbələri vurmaq olur, hə? Vurur, boksda da vururlar. Amma ki, ona görə onu tənbih alırlar və hətta uzaqlaşdırırlar. Amma qalib gələn də mühakimə olunmur. Qalib gələn mühakimə olunmur. Burada məsələ bundan ibarət ki, məsələn, boksda ən təhlükəli vəziyyət hansıdır? Ən təhlükəli vəziyyət boksçu zərbə endirdiyi momentdir. O zərbəni endirəndə o öz deməli əlini üzünü açır kontr zərbə üçün. Siyasətdə də belədir. Hər zərbəni endirən siyasətçi bunu eninə, geninə asıb kəsməlidir ki, o zərbə vurduğu zaman kontr zərbə ilə yıxılıb nokaut vəziyyətinə düşməsin. Kul huvallahu ahad, vallahu samad, ləm yəlid və ləm yulad, və ləm yəkun ləhu kufuvan ahad. Bu böyük siyasi bir mənaya daşıyan ayədir, fəlsəfi ayədir. Bu ayədə Allah məfhumu demək olar ki, bəşəriyyət üçün açılır. O, müsəlmana müraciət edir. Deyir ki, de, Allah təkdir. Yəni, sözsüz ki, Allah məfhumu tək olar. Vallahu samad. Samad sözü böyük, güclü, möhtəşəm və s. çox mənalı bir sözdür. Yəni, Allah olduqdur, qüdrətlidir, bəli. Ləm yəlid və ləm yulad. Bu, Allah məfhumunun tam mənşəyini açır. Deyir, nə doğulubdur, nə də doğubdur. Yəni, bu ilahi qüvvədir. Bu, insana bənzər bir qüvvə deyil. Bunu insanlaşdırmaq
düzgün deyil. Və ləm yakun ləhu kufuvan əhəd. Və ona oxşar da dünyada heç bir şey yoxdur. Baxın görün bu 4-5 sətirdə Allah məfhumu nə qədər güclü və nə qədər məsələn açıq aydın açılıbdır. O biri surə, bunu da hamı bilir, hamı deyir amma hamı mənasını daşımır. Məsələn, bu Fatihə surəsi. Oradakı olan o gözəl sözlər. Məsələn, deyir Allaha müraciət edir, dua eləyir. Deyir ki, ehdinə sıratal müstaqim, sıratal ləzinə ən'amtə aleyhim, qeyrəl məğdubi aleyhim və lə dallin. Müsəlman Allaha müraciət edir, deyir ki, məni sənin deməli mərhəmət etdiyin, yaxşılıq etdiyin insanların yolu ilə apar, düz yolla apar. Qəzəb etdiyin insanların və azğınların yolu ilə məni aparma. Nə qədər gözəl, nə qədər güclü duadır bu. Duanın mahiyyəti gözəl. Bəli, ona görə məsələn müsəlman bunun mahiyyətini başa düşüb, dərk eləyib Allaha müraciət eləyəndə o daxiləndə güclü olur və məsələn o xalq üçün və İslam dini üçün hər bir məsələn hər bir addıma, hər bir işə hazırdır. İslam adı ilə mən Əlcəzairdə xidmət etmişəm. Mən Əlcəzair xalqına böyük hörmətim var. Əlcəzair xalqı 1 milyon qurban verdi. İslam bayrağı altında Fransanın əleyhinə vuruşaraq. Bu dəqiqə məsələn Çeçenistanda Çeçenlər Allaha, İslama olduqca sadiq adamlardır. Özlərini mücahid elan edib ölümdən qorxmadan döyüşürlər. Bütün dünya bilir ki, onlar kimi cəsarətli döyüşkən bəlkə də yer kürrəsində yoxdur. İslam dini insanın özünə inamını gücləndirir. Məsələn, bu dəqiqə qərbdə müasir sivilizasiyanın iğrənc tərəfindən iğrənən adamlar İslamı qəbul edir. İngiltərədə minlərlə adamlar, bəlkə də 10 minlərlə adamlar İslama keçiblər. Məsələn, mən hesab edirəm ki, bu Məhəmməd Əlinin, Cassius Clay'in atdığı addım İslama böyük bir xidmətdir. Çünki o böyük bir məsələn sport boksçu olubdur. Bütün dünya onu tanıyıbdır, müsəlmanlığa keçib. Taysonun özü də müsəlmanlığa keçib, bəli. Həbsxanada. Bəli, həbsxanada o da müsəlmanlığı. İslam dininin gücü bundadır. Və mən hesab edirəm ki, İslam, xristianlıq qarşı durması bitməyibdir. Biz onu görürük. İkili standartlarda. Məsələn, baxın görün, Azərbaycanla Ermənistan münaqişədədir. Ermənistan Azərbaycana təcavüz edibdir, amma həm Ermənistanı, xristian aləmi Ermənistanı məsələn dəstəkləyir. Bizi isə müəyyən şərtlərlə. İşte təsəvvür edin, indi gəlin ki, Azərbaycan gedibdir, Ermənistanın 20% torpağını işğal edibdir. Təsəvvür edin ki, bu BMT-nin qərarları o dəqiqə həyata keçərdi. O dəqiqə qərar qəbul olunardı ki, Azərbaycana qarşı güc tətbiq etmək, bu balaca xristian xalqını müsəlman vəhşilərinin əlindən qurtarmaq. Bax, münasibət belə olacaq. Çünki müsəlman həmişə tarixdə vəhşi kimi qələmə verilir, amma xristianlar yox, həmişə əzab çəkən və sivil bir millət və dövlət kimi. Ən çox əzilən dövlət də müsəlmanları əzən dövlət Rusiya imperiyası olubdur. Rusiya imperiyası Qafqazı da silah gücü ilə ram edibdir. Orta Asiyanı da silah gücünə ram edibdir. Və məsələm aydındır burada. Rusiyanın müsəlmanlara münasibəti aydındır. Yəni həmin bayaq adını çəkdiyimiz Pyotrun vəsiyyətnaməsini oxumaq kifayətdir ki, orada müsəlmanlarla bağlı onun gözəl vəsiyyətindən artıq bəlli olardı. Vəfa Quluzadə, 60 yaşlı Vəfa Quluzadə. Hələ vaxt var, bir neçə gün var. Hələ bir neçə gündür. Xoşbəxtdirmi Vəfa Quluzadə? Böyük mənada. Bilirsiniz, Azərbaycan kimi bir ölkədə, bir cəmiyyətdə mən çəkinərdim özümü xoşbəxt adam deyim. Mən bunu heç vaxt deyə bilmərəm, dilim mənim çevrilə bilməz, bilirsiniz. Mən çünki bizim o qədər bədbəxt adamlarımızı hər gün küçədə görürəm. Hər gün küçədə maşınla gedəndə o dilənənləri, o əl uzananları gözümlə görürəm. Bilirsiniz, o Azərbaycan deməli dövlət televizyonunda göstərdilər ki, bizim qaçqınlar o heyvanlara məxsus olan vaqonları gəlin gətirirlər. Bilirsiniz, mən təhqir olundum onu görəndə. Çox təhqir olması bir halda baxmayaraq. Bəli, bizim Azərbaycanlı cavanlar... Alışırlar ki, orada dünyaya körpələr gəlir, amma bu dəhşətdir. Bəli, məni bu çox belə, bilirsinizmi, çox... Ona görə mən Azərbaycan cəmiyyətində bütün bizim bu işlərimizi, məsələləri görəndə mən hesab edirəm ki, yalnız olduqca belə yüngül fikirli bir adam xoşbəxt edə bilər. Çünki bunları görməmək,
O insan ki öz çərçivəsində bağlana bilər, deyər ki, yəni mənim rahat evim var, mənim maşınım var və mən bir parça çörəyimi gedib müstəqil surətdə qazanıram. Ona görə xoşbəxtəm. Yəni əgər biz xoşbəxtliyə belə baxırıqsa, xoşbəxtlik belədir ki, mən yenə də deyirəm. Mən hesab edirəm ki, bu ölkədə heç kim özünü xoşbəxt saymamalıdır. Heç bir kəs. O vaxta qədər ki, bizim torpaqlar azad olunmadı, o vaxta qədər ki, mənim o bədbəxt bacı qardaşlarım ki, illər boyu çadırlarda qalıblar, onlar gəlib məskunlaşdırılmasın. Ona qədər adam nə qədər özünü xoşbəxt edir. Onu sizə öz rakursundan təqdim etmək istədiyim yolların əvvəlində dayanan cəhdlərim hamısı alındı mı? Vəfa müəllim tam açıqlıqla və tam səmimiyyətlə suallarımı cavablandırdı mı? Yoxsa bunlar manevrlər idi, özünün istədiyi və görmək istədiyi kimi təqdim etmək cəhdi idi? Təsdiq və ya inkar etməyə çətinlik çəkirəm. Hər halda bu persona Vəfa Quluzadə idi. Cəmil Sidqi Əz-Zahavinin belə bir misraları var. Ənə lə yəs'alu anni əhədun hinə əğib, ənə kər-rəhməti məfqudun və kəl-haqqi qarib. Çox vaxt bizim reallıqları düşünəndə, nəsə bu misralar da xatirimə gəlir. Deyir, mən o insanam ki, dünyadan gedəndən sonra bəlkə də məni heç kəs yad etmədi. Ona görə ki, mən mərhəmət kimi unudulmuş bir məfhumam və haqq kimi qərib bir insanam. Çox belə dərin mənaya malik bir deməli şeirdir.